Bölgə ilə buyurun. bağlı bir sualım var. Mən vaxtımız azalır. Bu Amerikanın bilirsiniz məşhur jurnalisti və Tucker Carlson onun Amerika Birləşmiş Ştatlarının İsraildəki səfirindən aldığı müsahibə bu günləri bütün dünyanın diqqət mərkəzindədir. Nə baş verir? Bu səfir nə məşğuldur? Qurban bəy, Amerikanın İsraildəki səfiri Mike Huckabee adlı bir keçmiş senatordur. Və qubernator, üzr istəyirəm. Bu adam, bunlar birisi, Amerikada evangelistlər var, bu xristiyanların arasında. Böyük bir icmadan böyük elə xristiyan icması olardı, səhv eləmirəm. Sonra deyir ki, bizim deyir dinimiz, bu spekulyasiyadır əlbəttə, deyir ki, bu torpaqlar Yahudi xalqına Allah tərəfindən vəd olunur. Və ona görə biz dəstəkləyirik bunun hamısını və s. və bütün bu məsələlərdə də Mike Huckabee faktiki olaraq Amerika mediasında bunun ünvanına daim ittihamlar səsləndirilir ki, bu adam Amerikanın yox, məhz İsraildəki səfiridir. Bir vaxtlar mən Polad Bülbüloğlu'na deyirdim, Rusiyanın Rusiyadakı səfiri. Eynən həmin qaydada. Və Tucker Carlson son vaxtlar bax, bu mövzunu çox ciddi şəkildə işlədir ki, Amerika dövləti faktiki zəbt olunubdur. Və o cümlədən də Huckabee'nin ünvanına çox ağır ittihamlar səsləndirmişdi. Məsələn, bunu deyim ki, Carlson'u sevmək olar, sevməmək olar. Onun özü də, belə deyək də, bir xristiyan yönümlü şəxsdir. Amma məsələn, o müsəlmanlara, o birisi o radikallarla, belə mühafizəkarlarla müqayisədə daha hörmətlə yanaşır. Və Tucker Carlson məsələni qaldırır ki, niyə bu boyda supergüc Amerika İsrailin əlində oyuncağa çevrilməlidir? Bax, bu Huckabee kimi adamların tərəfindən. Və etiraf edeyim ki, Tucker Carlson'un həmin o müsahibəsi artıq 2 milyon yarıma qədər baxılıbdır. Yeri gəlmişəm, mən soydaşlarımıza da məsləhət bilərdim. Bayaq mənə müraciət elədilər. Mən dedim ki, orada bir şey var, deməli, belə bir məqam var. Onun rus dilində də baxmaq imkanı var. Demək, o şeydə, settingslərdə də, ayarlarda. Mən məsləhət görərdim ki, baxsına, mən rus dilində yoxladım, İngilizcə baxmışam. Mən rus dilində yoxladım, çox yüksək səviyyədə süni intellekt vasitəsilə tərcümə olunubdur. Və o deyir ki, necə olur ki, Amerikanın dövlətinin səfiri gedib xarici ölkənin, getdiyi ölkənin, işlədiyi ölkənin marağına xidmət göstərir. İndi gəlin təsəvvür edək. Məsələn, deyək ki, Azərbaycanın Rusiyadakı səfiri, məsəl üçün, təyin olunubdur, İlham Əliyevin nümayəndəsidir. Səfir dövlətlər arası münasibətlər sistemində 3-cü pillədir. Yəni, bir var dövlət başçıları, yəni hökumət başçıları və ya prezidentlər arasında ünsiyyət, Xarici İşlər Nazirliyi və 3-cü pillədə səfirlərdir. Yəni, səfir çox vacib vəzifədir. Məsələn, deyək ki, Moskvadakı Azərbaycan səfirinin, Rusiyadakı Azərbaycan səfirinin həyat yoldaşı, Rusiya vətəndaşı və Rusiya Xarici İşlər Nazirliyinin əməkdaşı olardısa və ya əməkdaşıdırsa, siz Qurban Məmmədli və yaxud bizi izləyən şəxslər inanarlarmı ki, o adam Azərbaycanın marağına xidmət göstərəcək? Mən istəmirəm, Azərbaycan Xarici İşlər Nazirliyi təcili durub təksib versin. Özü bilər, istəsə verə bilər, hətta onun həyat yoldaşının adını da açıqlaya bilər. Lazım olsa sonra mən də o diskusiya qoşula bilərəm. İstəyirlərsə eləsinlər də. Problem yoxdur. Mən sual verirəm ki, belə bir səfir Azərbaycan dövlətinə xidmət eləyə bilərmi? Heç vaxt. Bir səfirin ki, məsələn, deyək ki, həyat yoldaşı onun xidmət elədiyi, daha doğrusu təmsil olunduğu ölkədə Xarici İşlər Nazirliyinin əməkdaşıdır, həmin ölkənin vətəndaşıdır. Bax, Mike Huckabee də həmin şəxslərdən biridir. Və Mike Huckabee'lər Amerikada yüzlərlədir. Ona görə də Tucker Carlson bunlarla mübarizəyə başlayıbdır ki, bizim Amerikalılar olaraq İranla heç bir problemimiz yoxdur. Sizin probleminiz var, gedin həll edin. Bizi niyə müharibəyə çəkirsiniz? Bütün müsahibənin məğzi budur. Müsahibə yüksək peşəkar səviyyədə. Mən həyatımda belə peşəkar müsahibə görməmişəm. Etiraf edin. Mən yaydım, burada linkin yaydım. Rus dilində də orada baxmaq olur. Dostlar, kim istəsə atmışam söhbət pəncərəsində. Onu mütləq izləmək lazımdır. Mən belə başa düşdüm ya, Rəsul bəy, həmin səfirin həyat yoldaşı İsrail vətəndaşıdır.
Yox, onun özü bağlıdır İsrailə. Mən misal üçün dedim onu ki, məsələn, də Azərbaycanın səfirinin həyat yoldaşı, məsələn, Rusiya Xarici İşlər Nazirliyində işləyərdisə, o səfir Azərbaycana xidmət eləyə bilərmi? Bəlkə Xarici İşlər Nazirliyi də nəsə bir inciyəcəkdir sözümdən, amma yenə deyirəm, onlar açıqlama verərlərsə, mən də açıqlama verməkdə davam eləyə bilərəm. Buyursunlar. Mən burada özümə borc bilirəm, Ərəstun bəy, deməli, burada bizim bir tanıdığım bir zabit bir yazıb xahiş evi onu çatdırın efirə. Ayaz Həsənov deyir, efirə çıxsa onun nəslini kəsəcək Zakir xanlar mafiyası. Müharibənin sonuna kimi bütün döyüş əmirləri Baş Qərargah rəisinin vəzifələrini müvəqqəti icra edən general-leytenant Ayaz Həsənovun imzası ilə gəlib. Biz döyüşlərdə olmuşuq. Müharibə bitəndən sonra zəfər paradını 2 ay hazırlıq edib. Ayaz Həsənov hazırlığa rəhbərlik edib. Biz öz gözümüzlə gördüyümüzü deyək. Yoxsa Ərəstun bəyə deyilən yalanlara qulaq asaq. Nəzməddin Sadıqovun bütün adamları bugün də vəzifələrdədirlər. Hikmət Həsənov, Maziz Baxudarov, Teymur Məmmədov və s. Çətin deyil ki, sizin üçün efirdə bir sual qoyun. Ayaz Həsənov barədə qoyu xalq yazsın rəylərdə. Yəqin ki, Ərəstun bəyə informasiya verilən informasiya yalandır. Dostlar, Qurban bəy, üzr istəyirəm. Mən birinci bu adama mən demirəm ki, sənin dediyin yalandır. Çünki mənim üçün onun heç əhəmiyyəti də yoxdur. Bir daha deyirəm. Demədi Ərəstun yalan deyil. Yox, dedi yalan deyil. Deyilən yalandır. Ola bilər ki, həmin adama da deyilən yalandır, amma mən görsə bunu işlətmirəm bu ifadəni etik səbəblərdən. Mən də bilirəm nə danışdığımı. Mən axı istinad elədim. Dedim ki, mənə dövlət rəsmisi bunu təsdiqləyibdir. Buyursun, bir də nağıl danışmaq lazım deyil ki, o efirə çıxsa, nə bilim, anasını ağladarlar. Nə, ondan dövlət sirri istəyən var. Nağıl danışmaq lazım deyil. Biz peşəkar adamlarıq. Bilmirəm, onu yazan adam hansı ağılla düşünür bizim haqqımızda. Ona kim deyir ki, dursun hərbi əməliyyatların sirrini açsın? Bir general, əzəm vətənlər, bunu yazan dosta da deyirəm. Məyər bir general öz şəxsiyyətini və şərəf və ləyaqətini qoruya bilmirsə, o paqondan cırıb yandırsa yaxşıdır. Vəssalam. Ay qorxaram, ay nəslin kəsərlər. Cəmadə Lomsoğu öldürüblər. Həmin Ayaz Həsənovun general olduğu orduda, qardaşlar, Tərtərdə Lomsoğu öldürüblər. Ayaz Həsənov harada olubdur? Çox xahiş edirəm, belə şeylərə vaxt itirməyək. Çıxsın bir mətbuata desin ki, mən olmuşam, mən filan tarixdə. Yetər, bu nədir bizim başımızı qatırlar belə axmaq-axmaq söhbətlərlə üzr istəyirəm. Bitirmək lazımdır bu söhbəti. Kimsə kiminsə qohumudur, kimsə kimlə pul alıb verib, kimsə kimlənsə, nə bilim, uşaq tapşırıb, kimsə nəsə bir qələt eləyibdir. İndi durur, unutdunuz nə qədər bu tərtər qatillərini müdafiə edənlər var idi. Mən etik çərçivədə dedim ki, mən heç kimi şübhə altına almıram. Mənə deyilmiş, dövlət rəsmisinin dilindən deyilmiş sözü təkrarlayıram. Geçsin Ayaz Həsənov öz işini görsün. Nəyimə lazım? Ayaz Həsənov mənim üçün ən maraqsız adamların ən axırıncısıdır. Bitti, nöqtə. Kimin üçünsə doğum ola bilər, əziz ola bilər, nə bilim, biznes şəriki ola bilər, qohum ola bilər. Özünüz bilərsiniz ki, yığışdırın hep söhbətləri. O qədər dərdimiz, azarımız var ki. Mən sözümü dedim, bitdi. Xahiş edirəm, Qurban bəy, çox xahiş edirəm. Mən efirdə olanda bu mövzuyu açmayın. Mən bu barədə danışmaq istəmirəm. Sözümü demişəm. Yox, biz adamın, onun biz haqqını tanıdıq, dedik, yazılarını elan edib, biti yetdi qutarda yoxsa söhbət. Bizim elə bir Ayaz mövzumuz yoxdur. Adı çəkildi, deyildi. O da göndərdi yazsın, sizə cavab verdi. Mövzumuz yoxdur, Qurban bəy. Biz artıq bu verilişin bir 15 dəqiqəsini ona həsr elədik. Vallah bunlar bilərəkdən baş qatırlar. Gedin, geçsin çıxsın mətbuata, geçsin hökumət mətbuatına çıxsın, o yandaş media çıxsın. Desin ki, mənim haqqımda deyilən bu məlumatlar yanlışdır. Bitti söhbət. Qaydaq bir Takir Karlsona. Bu, həmin müsahibədən dünyaya verilən mesaj nədən ibarətdir? Qurban bəy, orada çox ciddi mesajlar var. Mesajlar ondan ibarətdir ki, İsrail mürtəci dövlətdir, açıq şəkildə deyir. Deyir ki, İsrail bütün qonşularına qarşı mürtəci siyasət yürüdüb, 7 qonşusunun 7-sinlə də müharibə eləyib. İsrail dövlətlərin ərazilərinə iddia eləyir, bütün yaxın şərqə iddia eləyir. Evet. Və orada da nə deyirlər, elə terrorçu olması da deyilib. Hər şey deyilibdir. Yəni bu Amerika mediası üçün sensasyon bir müsahibədir. Yaxşı, indi belə deyək ki, mən istədim tamaşaçılar mənə də özüm başa düşsünlər. Mən bu məsələ dini nöqtədən yanaşmam qətiyyən, amma bir xristiyan jurnalistin
bir müsəlman olmayan səfirlə İsrail barədə belə danışması Azərbaycanda müsəlman olan güya, Azərbaycan vətəndaşı olan bəzi jurnalistlərin, bəzi siyasi xadimlərin Fələstində, Suriyada, İordaniyada, fərqi yoxdur, Livanda bu qədər vəhşi cinayətlər törədən İsrailin müdafiə etməsindəki bu fərqi, bu kontrastı necə izah etmək olar, Ərəstun bəy? Bir xristiyan ifşa edir İsrailin cinayətkar fəaliyyətini. Azərbaycanda isə dövlət səviyyəsində dəstəklənən kanallar dövlət səviyyəsində iki iş aparırlar. Bir, İslama qarşı, hicaba qarşı təbliğat gedir. İki, İsraili dəstəklənməklə bağlı təbliğat gedir. Nə ilə bağlıdır bu? Deməli, təsir altındadırlar da hər hansı bir şəkildə. O təsir nədən ibarətdir? O təsir nədir? Şantaj da ola bilər, işbirliyi də ola bilər, kəşfiyyat əməliyyatın nəticəsi də ola bilər. Hər şey ola bilər. Mən şəxsən Ərəstun bəy, açıq istəyirəm deyəm öz fikrimi. Mən hesab eləmirəm ki, bu işbirliyin nəticəsi ola bilər. Yalnız şantajın nəticəsi ola bilər. Çünki şəxsən sən özün, ya mən işbirliyi apardığım bir adamın cinayətini görürəmsə, onunla bir biznesin varsa deyə onu müdafiə eləməliyəm. Mən bilirəm ki, əslən vətənə, bunu hamından eşitdin ha. Ərəstun Oruçlu ilə mən müəyyən bir yol gəlirik, uzun müddətdir. Bir yerdə bir işlər aparırıq. Sabah mən qəti əminəm ki, bu ekranı bu Ərəstun Oruçlu görürsə, Ərəstun və görsə ki, mən nəyisə düz eləmirəm, satılmışam, alçaqlıq edirəm və çıxacaq belə üzümə deyəcək ki, qurban, sən alçağın birisən, dünlər inanırdım sənə, tüpürüm sənin sifətinə, sən satqılsan. Vəssalam. İndi biz əməkdaşlıq eləmişik deyə Ərəstun Oruçlu mənim xəyanətimə şərik olmalıdır, cinayətimə göz yummalıdır. Həm qardaşlar, siyasət belədir. Mən isə bilirəm ki, Azərbaycanda baş verən hadisə İsrail ilə bağlı yalnız şantajın nəticəsidir. Ola bilər Qurban bəy və icazənizlə mən son fikrimi də bildirim və mümkünsə demək... Efirimiz yekunlaşır yavaş-yavaş, vaxtımız azaldı. Hə, və bilirsiniz, hər şeyi qoyaq bir kənara. Bir dövlətin müdafiə naziri və onun baş naziri haqqında Beynəlxalq Cinayət Məhkəməsinin hərbi cinayət törətmək ittihamı ilə həbs qərarı var. Belə bir dövlətlə əməkdaşlıq eləmək nə deməkdir? Vəssalam. Yekunlaşdırdıqsa, mən icazənizlə təşəkkür edeyim izləyicilərə. Onda deyim ki, Ərəstun bəy, 4000-dən artıq adam canlı olaraq bir saat, biz 45 dəqiqədə efirdəyik. 4000-dən artıq adam sizin bu söhbətlərinizi diqqətlə dinlədi, hələ də davam edirlər. 249 nəfər hələ TikTokda izləyib, bugünkü TikTok tamaşaçılarımız böyük uğurumuzdur. Bu da sizin apardığınız söhbətlərə ictimaiyyətin marağının göstəricisi. Mən sizə minnətdarım, təşəkkür ederim. Sağ olun. Mən təşəkkür edirəm hər kəsə, sizə təşəkkür edirəm şərait yaratmanız və sizdən sonunda bir xahişim var. Buyurun. Baxıram, bayaq orada o general haqqında yazan adam durmadan yazır. Çox xahiş edirəm sizdən, həmin şəxsi çağırın efirə, gəlsin sizin efirdə göstərsin sifətini, özünü, təqdim eləsin, danışsın. Çox xahiş edirəm. Mümkünsə bunu eləyin. Bütün izləyicilərə təşəkkür edirəm. Sağ ol. İradəli olaq, güclü olaq. Biz tarixdə ona qədər ciddi, mən o xırda para dövlətləri deməm, dövlət qurmuş bir xalqı və biz bunun öhdəsindən gələcəyik. Hamımıza uğurlar bu yolda. Sağ olun. Sağ olun, var olun, minnətdarım.